Güney Azərbaycan azadlıq istədi. Güney Azərbaycanın xəritəsində yaşayan insanlar İranda olan Azərbaycan türklərinin cəmi 16 milyonudur, bilirsinizmi? Kərəc şəhərində, Şəhriyar, Tehranın özündə hardasa 12-11 milyon türk yaşayır. Və o necə olacaq? Və eyni zamanda İsfahan, Şiraz biz Fars bölgələri kimi tanıyırıq. Şəhər il mərkəzlərində tək farslar çoxunluqdur, amma əyalətə %50-60 artıq türkdür. Azərbaycan türkləridir. Və yaxşı, biz o xəritəni azad elədik. Bu birisi Azərbaycanlar nə edəcək? Hamısını köçürəcək mi oraya? Köçürsək, bizim iqtisadi gücümüz ona çatacaqmı? Ya da biz köçürmək istəsək, onlar gələcəkmi? Böyük kapitalları var, mülkləri var, doğrudurmu? Evet. Proqram var mı ona görə deyirəm? Hansı variantda nə edə biləcəksən? Güney Azərbaycanı qoydun və dedin ki, bura azad olmalıdır. Böyründən də bir dənə Kürdistan çıxdı. Orada Türkiyə ilə Azərbaycan arasında bir paz oldu. Burada sən nə edəcəksən? Ona cavab verirsən? Yəni, belə başa düşdüm ki, siz belə deyirsiniz. Yəni, İranda bu baş verən, bu təlatümlü hadisələrin sonunda tutaq ki, hakimiyyətin ya gedəcəyi təqdirdə, ya İranda hansı bir dəyişikliklərin olacağı fonunda yenə də Cənubi Azərbaycanlılar heç nəyin ayrıla biləsi deyirlər. Çünki bunun bir yol xəritəsi, bir planı yoxdur. Biz o haqda heç bir iş görmürük. Görmürük deyirsiniz. Biz ayrı-ayrı dövlətlərdən beyin mərkəzlərini, yaydığı informasiyaları, fikirləri kopyalamaqla məşğuluq. Dördüncü dövlət kimi, kənar bir dövlət kimi, kənar bir millət kimi. Halbuki bizim özümüzdən söhbət gedir. Biz bunu eləmirik. Eləmədiyimizdə görə də bugün böyük əziyyət çəkirik və ən doğru qərarı da bugün qınadığımız İranda yaşayan türklər verir. Olaylara qarışmırlar. Əslində qarışmamaqla baş verən olaylara qırmızı işıq yandırırlar. Rejimin də dik duruşuna nədən olurlar. Nəticədə bugün İranda hansısa bir dəyişkənlik baş vermir. Türk amili imkan vermir. Bir uşağın əlinə yeni bir oyuncaq vermədən onun köhnə oyuncağını əlindən almazlar. Biz bugün oradakı insanlarımıza hansısa bir proqram vermişik, üfüq göstərmişik ki, sabahın necə olacaq. Yox, onu göstərməmişiksə, o bugün əlində olan niyə imtin eləməlidir? Niyə özünün başına bombalar yağdırmalıdır? Biz gəlin onun sabahını, necə olacağını, nə etmək istədiyimizi deyək, o da bu fikri qəbul etsin, arxasında yürüsün. Orada ay Canlar bəy, 50 milyon adam var, Azərbaycan 10 milyon, belə baxanda başa düşürəm, biz müstəqil amma onların özlərinin bildikləri yoxdur bu müddət ərzində. Mən bugün Azərbaycanın fikir dünyasından hələ danışıram. Gedib orada iş görməklə danışmıram ki. Beyin mərkəzi kimi Azərbaycan nə iş görür, hansı proqramlar qoyur, ondan danışıram. Digər tərəfdən, əgər biz bir xəritə çıxarırıq, o xəritədə 16 milyon türk var, 40 milyon, 45 milyon türk onun içində deyilsə, 45 milyon türk, avtomatik 16 milyon türkün əleyhinə işləyəcək, işləməyəcək. Biz gücümüzü toparlamaq əvəzinə, gücümüzü zəiflədik ya yox. Deyir ki, niyə Tehran türkləri ələ qalxmır? Tehran türkü deyir, bunlar xəritə çıxardı, biz orada yoxuq. Mən necə gedim ona dəstək verim? Demək haqqı var ya yox. İndi götürək Türkmən səhrada, türkmənlər yaşayır. Biz 8-7 milyon dəqiq türkmən var. Xorasan türkləri ayrı bilirsiniz. Gəlirik Qaşqay ellərinə. Qaşqay türkləri ayrı bir hardasa 5-6 milyon dolar var. Onlar görür ki, bunlarla bağlı bir söhbət getmir. Və onlarla bağlı hansısa bir addımlar atılmır. Mövqe sərgilənmir. Bu haranı seçilsin bən? Kimi yanında olsun? Gələ sən onun sabahını ona göstərməyə bacarasan. O da sənin yanında yer ala bilsin. Biz bunların heç birini eləmirik. Bir zamanda tələb edirik ki, sən niyə bunu eləmirsən?